Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bugün sizə güvənin 20 sınağının 12-ci sınağın izahlarını təqdim edəcəm. Gəlin başlayaq. İlk sualdan. Qeyd olunur ki, respublikamızda hansı tektonik zonalarını əhatə etdiyi ərazilər daha kiçik sahə tutur? Ən kiçik sahəni Ön Qafqaz çökməsi ilə Araz-Cavan platforması. Bunun Araz-Cavan platforma adlandırılması biraz yanlışdır. Araz tektonik əyilməsi adlansa daha düzgün olar. Çünki Azərbaycan ərazisində cavan platforma ümumiyyətlə yoxdur. Deməli, Ön Qafqaz çökməsi və Araz-Cavan deməli, daha doğrusu Araz tektonik çökməsi olacaq. Düzgün cavab Y bəndi 4 və 5. 2. Qış günlüyündə hansı adada günəş zenitdə olur? Yəni, cənub tropikinin kəsdiyi ərazi olmalıdır. Çünki qış günlüyündə günəş cənub tropiki üzərində zenitdə olur. Tasmaniyanı kəsmir, Sumatranı, Kubanı, Şri-Lanka şimaldadır. Baxın, Madagaskar adasını cənub tropiki kəsir. Madagaskarın təxminən ortalarından keçir cənub tropiki və burada qış günlüyündə günəş zenitdə olacaq. Düzgün cavab 2-də B. 3-də qeyd olunur ki, cədvəldə verilən dənizlərdən hansılarının yerini dəyişsək, onların qərbdən şərqə doğru düzgün sırasını müəyyən etmək olur. Baxın, Aralıq dənizinin daxilində yerləşən daxili dənizlərdir. Liguriya, Teren, Egey, İonik Mərmərə. Baxın, Egey ilə İonikin yeri əksinə verilib. Yəni, birinci İonik olmalıdır. Sonra Egey və Mərmərə. Yəni, 3 və 4. Düzgün cavab C bəndi. 4-də qeyd olunur ki, cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Əqiq eyvazlı şərti işarəsi düzgündür, çıxarıq bunu. Xromik göylərə ipək, bəli, düzgündür, çıxarıq. Bentoatgili ipək, xeyr, baxın, ipək xromit yatağıdır Laçında. Bu səhv olduğu üçün götürək. Seolitgili, bu kvars qumunun şərti işarəsidir. Seolitgilinin yox, bunu da götürək. Mərmər gülablı ağdan, bəli, bu düzgündür. Deməli, 3-4 olacaq, yanlış. Düzgün cavab olacaq Y. 5-də qeyd olunur ki, gilli sıxırların üstün olduğu səth üzərində şəbəkə şəkilli çatlar formalaşır ki, bunlar, baxın, takır adlanır. Əsasən, Avstraliyada daha geniş yayılır bu takırlar. Və deməli, çatlar üzərində, gilli sıxırların üzərində formalaşan çatlar takır adlanır. Kardır, sirkdir, buzlaq relyef formalarıdır. Polderdir, okeanın dənizin qurudularaq ölkə ərazisinə qatılmasıdır. Fiorddur, ensiz, dərin, qayalı körfəzdir. Bunlar olmaz. Düzgün cavab Y. 6-da qeyd olunur ki, yarımadalarda havanın orta illik temperaturunun azalma ardıcıllığı. Cape yox, Kırım, Taymır. Baxın, elə düzgün ardıcıllıq da belədir. Cape yox birinci, Kırım ikinci, Taymır üçüncü. Çünki baxın, Cape yox subekvatorial iqlim qurşağındadır Avstraliyanın şimalında. Burada orta illik temperatur daha çox olar. Əgər bizə orta illik temperatur amplitudu desəydi, o zaman mülayim ərazidə daha çox götürərdik. Amma orta illik temperatur deyildiyi zaman biz götürə bilərik ilk sırada Cape Yorku, daha sonra baxın mülayim qurşaqda yerləşən Kırım və Taymırda yerləşir Rusiyanın şimalında, subarktik ərazidə. Burada orta illik temperatur ən az olacaq. Aydındır. 1, 2, 3. Düzgün cavab 6-da A. 7-də qeyd olunur ki, deməli, hansı dağlarda geotermik pillə daha böyükdür? Biz qeyd etmişdik ki, geotermik pillə daha böyük olur. Qədim ərazilərdə, platformalarda və daimi donuşluq sahələrində, kiçik olur cavan ərazilərdə. Baxın, Alp cavan dağ, Ant cavan dağ, Kordilyer cavan dağ, Himalay cavan dağ. Appalaç isə Hersin Kaledonda, Paleozoyda yaranan qədim dağdır. Deməli, burada geotermik pillə də daha böyük olacaq. 7-nin düzgün cavabı B. Keçək 8-ci suala. Qeyd olunur ki, xəritə sxemi əsasən orta illik temperatur amplitudunun daha kiçik olduğu ərazi. Baxın, bayaq dedik, orta illik temperatur amplitudu kiçik olacaq ekvatorial ərazidə. Çünki il boyu burada temperatur demək olar ki, sabit olur və fərq də kiçik olacaq. Düzgün cavab 8-də olacaq A. 9-da qeyd olunur ki, hansı coğrafi enlikdə bir il ərzində günəşin birinci və ikinci dəfə zenitdə olmasına qədər keçən müddət daha qısadır? Baxın, məsələn, ekvator, düzdürmü? Günəş ekvatorda zenitdə olur. Sonra, məsələn, yaz gecə gündüz bərabərliyi günü deyər.
Sonra gedir şimal tropikinə, yenidən qayıdır ekvatora. Baxın, 6 ay fəsil, 6 ay vaxt keçdi, 2 fəsil keçdi. Deməli, baxın, bu olmayacaq. 12 dərəcə cənub enliyi. Daha sonra gedir 23,5 cənub enliyinə, yenidən qayıdır. Baxın, yenə çox zaman keçir. 15 şimal enliyi 23,5-ə gedir, yenə qayıdır ikinci dəfə olması üçün. Burada da zaman çox keçir. 9 şimal enliyi də həmçinin. Amma 22 şimal enliyinə baxın. Günəş 22 şimal enliyində bir dəfə zenitdə oldu. Getdi 23,5 şimal enliyinə. Yay gün dönümü oldu. Daha sonra yenidən qayıtdı, yenə 22 şimal enliyi. Gördünüz nə qısa müddət keçdi. Burada günəşin 2 dəfə zenitdə olması. Aydındır. Baxın, bu tipli suallarda bu cür həll etmək lazımdır. Düzgün cavab olacaq Y. Onda deyir, ən az generalizasiyaya məruz qalan xəritə, yəni ən az ümumiləşdirmə olan xəritə olacaq, sahəsi ən kiçik olan xəritədə. Ən çox generalizasiya desək də ən böyüyü götürərdik. Baxın, burada biz müqayisə etsək, yarımkürələrdir, dünyadır, Cənubi Amerikadır, Azərbaycandır. Cəbrayıl rayonu bunların içində olacaq ən kiçik sahəsinə görə və burada generalizasiya ən az olacaq. 11-də qeyd olunur ki, xəritə sxemi əsasən rəqəmlərə müvafiq gələn yarımadaları müəyyən edin. Çox rahat, çox sadə sualdır. Pirney, Apenin və Balkan. Düzgün cavab 11-də D. 12-də qeyd olunur ki, xəritə sxemi əsasən A nöqtəsində atmosfer təzyiqinin 600 mm civə sütunu, B nöqtəsində isə 410 mm civə sütunu olduğunu bilərək kəsmə yüksəkliyini tapın. Biz ilk öncə gəlin atmosfer təzyiqi fərqini tapaq. 600-dən nə etməliyik? Çıxmalıyıq. 410-u edər 190. Yəni 190 mm civə sütunu fərq var bu iki nöqtə arasında. 190 mm civə sütunu metrə necə çevirərik? Biz bilirik ki, 1 metr deməli, daha doğrusu 1 mm civə sütunu 10 metrə bərabərdir. Yəni 190-ı 10-a vurarıq. Bu da edər 1900 metr. Deməli 1900 metr A və B nöqtələr arasında olan fərq hesab olunur. Və biz burada kəsmə yüksəkliyi tapmaq üçün horizontalların arasında olan araları sayarıq. 1, 2, 3, 4. Və 1900-ü də 4-ə bölməklə kəsmə yüksəkliyimizi taparıq. Bu da edər neçə? 475. Düzgün cavab 12-də 475 Y bəndi. 13-də qeyd olunur ki, sxemə əsasən axın sürəti 8 metr saniyə olan çayın su sərfini hesablayın. Çayın yatağının enkəsi 18 metr kvadrat. Biz burada su sərfini tapmaq üçün düsturumuza əsasən çay yatağının enkəsini vurmalıyıq axın sürətinə. Yəni 8-i vurmalıyıq 18-ə. Bu da edər neçə? 144. Baxın, metr saniyə, metr kvadrat olacaq metr kub saniyə. Aydındır. Cavabda metr kub saniyə olmalıdır. Deməli, biz çayın su sərfini hesablamaq üçün axın sürətini çay yatağının enkəsinə vurmalıyıq. 14-də qeyd olunur ki, aşağıdakı yaylalardan hansında tez-tez zəlzələlər baş verir, yəni geosinklinalda yerləşən yayla. Braziliyanı çıxarıq, Dekanı çıxarıq, Qviyananı çıxarıq, Qərbi Avstraliyanı çıxarıq. Baxın, Anadolu. Anadoludur, İrandır. Bu yaylalar Qarabağ vulkanik yaylasıdır. Geosinklinalda yerləşdiyi üçün buralarda tez-tez zəlzələlər baş verir. 15-də qeyd olunur uyğunluğu müəyyən edin. Maracaibo gölü Cənubi Amerika, Eyer gölü Avstraliya. Yerləşdiyi materikin sahəsinə görə ən iri gölüdür hər ikisi. Oxşar xüsusiyyət. Şimal yarımkürəsində olacaq. Baxın, Maracaibo, Eyer cənub yarımkürəsindədir. Okean səviyyəsindən aşağıda Eyer gölü. Materikin ən aşağı nöqtəsidir. 16 metr aşağıda yerləşir. 1B, 2C, 3A. Baxın, düzgün cavab olacaq D. 16-da qeyd olunur cədvələ əsasən Azərbaycanın relyefi ilə bağlı uyğun fikirləri müəyyən edin. Doğru, yanlış. Aha. Yəni doğruya doğru, yanlışa yanlış. Talış dağlarının ən yüksək zirvəsi Qızgördü deyil, Kömürgöydür. Biri çıxarıq. Yan seslərdə sürüşmə hadisələri müşahidə olunur. Bəli, ilə əsasən Böyük Qafqazın cənub yamacı, şimal-şərq yamaclarında olur sürüşmə hadisələri. Respublikamızda çayların gətirmə konusları yalnız Qanı-Xəri çay çökəkliyindədir. Bu yanlışdır. Başqa ərazilərdə də var. Baxın, 1 və 3-ləri çıxarıq. Cavab çıxır zaten. Yenə baxaq. Yardaq zirvəsi Baş Qafqaz hissəsində yerləşir. Xeyr.
yaradaq yan silsilədə yerləşir. Bu yanlışdır. Yanlış olduğu üçün götürək. Ceyrançöldə Mezozoyun Yura dövrünün çöküntüləri daha geniş yayılmışdır. Yura yüksək dağlıqda olur. Mezozoyda, daha doğrusu Ceyrançöldə Kaynozoyun Neogen dövrü geniş olacaq. Bu da yanlış olduğu üçün yanlışa yanlış götürərik. 2, 4, 5. Düzgün cavab olacaq 16-da A bəndi. 17-də qeyd olunur ki, Bakı şəhəri 52 şimal enliyi və 13 şərq uzunluğundakı Berlin şəhərindən hansı istiqamətdə yerləşir? Baxın, Berlin 52 şimal enliyindədir. Deməli, Bakı 40 şimal enliyindədirsə, ondan daha cənubdadır. Bakı 50 şərq uzunluğundadır. Berlin 13 şərq uzunluğundadır. Deməli, Bakı Berlindən daha şərqdədir. Aydındır. Baxın, cənub-şərq. Ən rahat istiqaməti tapmaq üsulu. 18-ci sualda qeyd olunur ki, Tian-Şan dağlarına aid xüsusiyyət. Aid olduğu materikin ən uca zirvəsi yerləşir. Xeyr, bu Asiyada təbii ki, Himalay dağlarında olacaq. Everest zirvəsi. Divergent sərhəddə, ayrılma sərhəddə deyil. Qafqaz dağlıq sistemi ilə eyni yaşda deyil. Tian-Şan paleozoyda yaranıb, Kaynozoyda yenidən fəallaşmağa başlayıb. Kaynozoyda, baxın elə indi dediyim, Kaynozoyda təkrar fəallaşmağa başlayıb. Tian-Şan 6 ay sayan. Deməli, D olacaq 18-də düzgün cavab. Kimməri dağ əmələ gəlmə mərhələsində də yaranmamışdır. 19-da qeyd olunur ki, rütubətli kəmsalı 0,7 və mümkün buxarlanma 800 metr olarsa, millimetr olarsa, yağıntının miqdarını tapın. Biz rütubətli kəmsalının düsturunu necə yazırdıq? Bərabər olurdu. Yağıntı bölünsün buxarlanma. İndi burada bizə rütubətli kəmsalın verib 0,7. Mümkün buxarlanma 800. Yağıntını deyir tapın x. Nə edərik? 0,7-ni tənasübə əsasən 800-də vurmalıyıq. Aydındır. 0,7-ni də 800-də vurduğumuz zaman edəcək 560 mm. Deməli, yağıntı olub 560 mm. Və 560-ı burada yerinə qoyub 800-ə bölsək, biz rütubətlənmə misalın, yəni 0,7-ni alarıq. Düzgün cavab 19-da olacaq Y bəndi. 20-də qeyd olunur ki, Şimali Amerika materikində yerləşən vulkanlardan deyil. Elə A, Ruiz, Cənubi Amerikadadır. Popocatépetl, Orizaba Şimali Amerikanın ən hündür vulkanıdır. Rainier, Momotombo, bunlar Şimali Amerikada yerləşən vulkanlar hesab olunur. 21-də qeyd olunur ki, xəritə sxemdə təsvir olunmuş hərəkət istiqaməti hansı coğrafi hadisəyə aiddir? 1497-də Portuqaliyadan çıxıb Afrikanı dolanıb Hindistana çatıb 1498-də. Vasco da Gamanın Hindistana dəniz yolunu açması. Düzgün cavab olacaq C bəndi. 22-də qeyd olunur ki, sxemə əsasən mülayim isti iqlim tipində yerləşən əraziləri müəyyən edin. Baxın, Naxçıvanda mülayim isti iqlim tipi yoxdur. Bir olan variantları çıxarır. 2. Bəli, baxın 2 deməli qışı quraq keçən mülayim isti iqlimdir. 3 yayı quraq keçən mülayim isti iqlimdir. Deməli 2 3 4 soyuq iqlimdir. 5 yarım səhra quru çöl iqlimdir. Baxın bir də 6 da həmçinin yayı quraq keçən mülayim isti iqlimdir. Biz qeyd edirdik Böyük və Kiçik Qafqazın cənub-şərqində yayı quraq keçən mülayim isti iqlim yayılıb. Yəni 2 3 6. Düzgün cavab olacaq 22-də B. Keçək açıq tipli suallara. Qeyd olunur ki, 20-ci saat qurşağının qərb sərhəddi ilə 22-ci saat qurşağının şərq sərhəddi arasındakı yerli vaxt fərqinin neçə saat olduğunu hesablayın. Baxın, 20-ci saat qurşağı yerləşəcək 60 dərəcə qərb uzunluğunda. Bunun qərb sərhəddi də olar 67,5, düzdürmü? 7,5 gəlirdik də üzərinə. 67,5 qərb uzunluğu olacaq 20-ci saat qurşağının qərb sərhəddi. 22-ci saat qurşağı isə yerləşir 30 dərəcə qərb uzunluğunda. Bunun da şərq sərhəddi olar 30-dan 7,5-i çıxarıq. Bu da edər 22,5 dərəcə qərb uzunluğu, düzdürmü? Bu iki uzunluq arasında olan vaxt fərqini, saat fərqini tapmalıyıq. Təbii ki, 67,5-dən 22,5-i çıxarıq. Fərqi tapmaq üçün bu edər 45 dərəcə. Və 45 dərəcə neçə saat olar? Əgər 1 saatımız 15 dərəcədirsə, 45-i bölərik 15-ə, bu da edər 3 saat. Aydındırmı?
Deməli, 23-cü sualın düzgün cavabı olacaq 3 saat. 24-də qeyd olunur ki, Bensekka burnunu Galinas burnundan fərqləndirən xüsusiyyət. Bensekka Afrikanın şimal ucqar nöqtəsidir. Bəzən Əl-Əbiyyadda adlanır, Ras Engeldə adlanır. Galinas burnu isə Cənubi Amerikanın ucqar şimal nöqtəsidir. Deyir ki, Bensekkanı Galinasdan fərqləndirən. Aha, materikin şimal ucqar nöqtəsidir hər ikisi. Çıxarıq, bu oxşardır. Keçid iqlim qurşağında yerləşirlər. Galinas subtropikdə, daha doğrusu Galinas Cənubi Amerikada subekvatorialda olacaq, şimalda. Bensekka isə Afrikada şimal olacaq, subtropik. Deməli, hər ikisi keçid iqlimdədir, çıxarıq. Günəş zenitdə olmur. Bəli, baxın, deməli, Bensekka burnu Afrikanın şimalında, günəş zenitdə olmur. Çünki şimal tropikindən yuxarıda yerləşir. Amma Galinas burnu tropik işıqlanma qurşağında olduğu üçün burada günəş zenitdə olacaq. 3 olacaq Bensekkanı Galinasdan fərqləndirən. Şimal yarımkürəsində yerləşir. Hər ikisi şimalda yerləşir. Yağıntıların böyük hissəsi dekabr, yanvar, fevral aylarında düşür. Bəli, Bensekkada belədir. Çünki şimal subekvatorialdadır. Yağıntılar əsasən düşəcək dekabr, yanvar, fevral aylarında. Lakin Galinas burnunda isə, daha doğrusu Galinas burnunda düşəcək dekabr, yanvar, fevralda. Bensekkada isə subtropikdir. Düşəcək nə vaxt? Əksinə. Baxın, yox. Bir daha diqqətlə baxaq. Bensekka oldu Afrikanın şimal ucqar nöqtəsi. Burada yağıntılar düşəcək dekabr, yanvar, fevralda, subtropik. Galinas Cənubi Amerikanın ucqar şimal nöqtəsidir. Burada subekvatorialdır. Deməli, burada yağıntılar düşəcək yayda. Yəni, yanvar, iyun, iyul, avqust aylarında, üzrlü sayın. Deməli, bu olacaq Bensekkanı Galinasdan fərqləndirən xüsusiyyət. Yəni, 3 və 5. 24-cü sualın düzgün cavabı. 25-də qeyd olunur ki, planda miqyassız şərti işarələrlə göstərilir. Su quyusu, bəli. Tək ağac, bəli. Əkin yeri, qumluq, bunlar olacaq sahəvi, cığır xətti, taxta körpü, bəli. Baxın, 1 olacaq, 2 olacaq və 6 olacaq miqyassız şərti işarələr. 26-da qeyd olunur ki, sxemdə verilmiş A və B məntəqələri arasındakı məsafə 1/20 milyon olan xəritədə 22 sm-dir. Məntəqələr arasındakı coğrafi uzunluq fərqinə əsasən məsafə tərifinin neçə kilometr olduğunu hesablayın. Nəzərə almaq lazımdır ki, A və B məntəqələrinin yerləşdiyi paralelin 1 dərəcəlik qövsünün uzunluğu 55,8 km-dir. Baxın, gəlin AB arasında olan həqiqi məsafəni tapaq. Miqyas 1/200 km. Xəritədəki məsafə isə 22 sm. Biz buradan həqiqi məsafəni necə taparıq? Deməli, 200-ü vurmalıyıq 22-yə. Həqiqi məsafəmiz olar burada 4400 km. Düzdürmü? Daha sonra qeyd olunur ki, 60 dərəcəlik, baxın, 60 dərəcəlik paralel üzərində 10 dərəcə şərq uzunluğu və 90 dərəcə şərq uzunluğu arasında olan məsafə. Bunların arasında fərq olacaq 80 dərəcə, düzdürmü? Və 60 dərəcəlik paralelin üzərində 1 dərəcəlik qövsün uzunluğu olacaq 55,8 km. Yəni, 55,8-i vuracaq 80 dərəcəyə. Bu da edər 4464 km. Aha, və bizə deyir ki, təhrifi hesablayın. Nə edərik? Fərqini taparıq bunların 4464-dən də 4400-ü çıxanda edəcək 64 km. Aydındır. Deməli, 26-nın düzgün cavabı olacaq 64 km. 27-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Sakit okean, Atlantik okean. 4 yarımkürədə yerləşir hər ikisi. Baxın, 3 olacaq. Afrika materiki xarici digər bütün materik sahələrini yuyur. Bu sakit okeandır. Afrikadan başqa bütün materiklərin sahillərini yuyacaq. Avstraliya materiki xarici digər bütün materiklərin sahillərini yuyur. Bu da Atlantik okean olacaq. Sahəsi Hind okean sahəsindən daha böyükdür. Hər ikisinin sahəsi Hind okeanından böyükdür. Hind okean 3-cüdür sahəsinə görə. Hövzəsində Aralıq və Karib dənizləri daxildir. Bu da Atlantik okeana daxil olacaq. Deməli, 1 olacaq B, 2 olacaq A və D, 3 olacaq C və Y.
Keçək indi situasiya üzrə olan tapşırıqlara diqqət edək. Qeyd olunur ki, A inzibati rayonu Qarabağ iqtisadi rayonunda yerləşir. Onun inzibati mərkəzindən və ən iri qəsəbəsi olan Əsgərandan Qaraqayçay keçir. Aha, baxın, Əsgəran deyirsə bizə, bu olacaq Xocalı. Düzdürmü? Eyni adlı çökəklikdə yerləşən bu rayon qərbdən hündür silsilələrlə Şərqi Zəngəzur iqtisadi rayonu ilə həmsərhəddir. Bəli, həmçinin Xocalı çökəkliyində yerləşəcək. Deməli, A inzibati rayonu olacaq hansı inzibati rayon? Xocalı. Düzdürmü? Xocalı inzibati rayonunda A inzibati rayonu yerləşir. Gəlin baxaq. 28-də qeyd olunur ki, A inzibati rayonunu tapdıq. Bu olacaq Xocalı. Baxın, birə yazaq Xocalı. 2-də qeyd olunur ki, onunla həmsərhəd olan inzibati rayon və şəhərləri müəyyən edin. Xocalı ilə həmsərhəddir. Baxın, siz Azərbaycanın inzibati xəritəsinə baxsaz müəyyən edə bilərsiniz. Ağdam, Şuşa, daha sonra Kəlbəcər, Laçın, bu inzibati rayonlar, həmçinin Xocavənd, şəhərlərdən isə Xankəndi şəhəri Xocalı ilə həmsərhəd olacaq. Aydındır. 28-ci sualın ikinci hissəsinə də biz bu inzibati rayonları qeyd etməliyik. Keçək 29-cu suala. Qeyd olunur ki, A inzibati rayonunda yayılmış əsas iqlim tiplərini müəyyən edin. Xocalı ərazisinin Kiçik Qafqazın dağlıq hissəsində, Qarabağ hissəsində. Baxın, bu hissədə olacaq həm soyuq iqlim, həm mülayim isti iqlim. Hər ikisinin də qışı quraq keçən tipi. Yəni, qışı quraq keçən mülayim isti iqlim və qışı quraq keçən soyuq iqlim. Aydındır, 29-cu sualın düzgün cavabıdır. Ha, burada yazmıram onu. 30-da qeyd olunur ki, A inzibati rayonunun ərazisindən keçən avtomobil yolunu, buradan da Ağdam-Xankəndi. Ağdam, deməli, Xankəndi avtomobil yolu keçəcək Xocalı ərazisindən. Aydındır. Sonuncu sualımızın da düzgün cavabı olacaq Ağdam-Xankəndi. Situasiya suallarını da yekunlaşdırdıq. Belə əziz izləyicilər, suallarımızın izahını sizlərə təqdim etdik. Növbəti videoda növbəti sınağın 13-cü sınağın izahını sizlərə izah edəcəm. Diqqətinizə görə təşəkkür edirəm.